смотрю я святость, наслаждаюсь благостью Твоей. Все вокруг свою теряет важность, я Твой вижу свет. Познаю, ликуя Твое сердце, свою волю подчиню Тебе. Как приятно быть с Тобой, Отец, поклонение. Славлю Тебя, славлю Тебя. Господь, я живу только для Тебя, для Тебя. Славлю Тебя, славлю Тебя. Господь, я живу только для Тебя. Müqəddəsliyin nə baxanda, gözəlliyi seyredəndə, və həşr sənin işığında görünəndə. Müqəddəs ruh ilə dolduqda, sənin huzurunu duyduqda, və hər şey sənin işığında görünəndə. Mənim istəyim sənə güvənmək, tək sənə güvənirəm, güvənirəm. Mənim istəyim sənə güvənmək. Mənim istəyim sənə güvənmək. Всех сил превыше и всех царей, природы прежде и всех колесов морей, превыше знаний и всех людских путей. Великий Бог был в вечности своей, всех царь сильнее и всех властей, чудес превыше и всех мирских идей.
промокли. Подумав прежде обо мне, как росток втоптан про земли, забрал мой грех. Подумав прежде обо мне. Çox sağ ol Rəbb isə sana. Çox sağ ol ki, sən bizi üçün çarmıxa çəkildin. Ki biz çəkilməyək oraya, Rəbb. Çox sağ ol ki, bizi üçün dirildin, ya Rəbb. Ki biz də dirilək, ya Rəbb. Bir yerdə əbədi, ya Rəbb, sənin huzurunda olaq. Çox sağ ol ki, sən ən böyük uçurumu götürdün, ya Rəbb. Sən öz çarmıxını qoydun həmin uçuruma, ya Rəbb. Ki biz addımladıq onun üstüylə və səmalara çatdıq. Bizim ümidimiz, ya Rəbb, səndədir. Həmin izzətli gələcəyimizdədir, ya Rəbb. Çox sağ ol. Çox sağ ol bu Pasxa həftəsinə görə. Biz düşünürük, ya Rəbb, sənin haqqında. Sənin qurbanın haqqında. Biz başa düşmürük hər şeyi. Amma imanla qəbul edirik. Başa düşmürük hardan xilas olmuşuq. Və hara xilas olmuşuq. Amma sevinirik, ya Rəbb. Çünki başqası yoxdur ki, bizi üçün canını versin. Bizi bu qədər sevən başqası yoxdur. Ona görə səni oxuyuruq, ya Rəbb. Səni izzətləndiririk. Ona görə sənin huzuruna gəlirik. Toplantını, ya Rəbb, gətiririk sənin əllərinə. Hər bir baş veriləcək hər bir şey, ya Rəbb. Sən uca isminlə dua edirik. Amin. Əyləşin zəmdəmiz.
kilsə, Дорогая церковь, əziz kilsə, eşidirsiniz məni? дорогая церковь, слышно? Gəlir, hə? Gəlir, əla. Hər birinizi görmək çox xoşdur. Очень рада видеть каждого из вас. Səsim gəldi. Bu xüsusi bir vaxtdır, Это особенное время, çox şirin bir vaxtdır. очень сладкое время. Biz buradayıq Rəbbin huzurunda Мы здесь, в присутствии Господа, və hamı bir gözlənti ilə gəlir, bir intizarla gəlir. и каждый приходит сюда с ожиданием. Və Rəbb danışacaq. И Господь будет говорить. Rəbb hər zaman danışır. Господь всегда говорит. Bir fikirlə sizi ruhlandırmaq istərdim. И хотел бы ободрить вас одной мыслью. Pasxa həftəsi davam edir. Продолжается неделя Пасхи. Bu çox xüsusi bir vaxt idi. Это особенное время. Biz yada salırdıq Мы вспоминали Məsihin böyük qurbanını, великую жертву Христа, fədakar məhəbbət. жертвенная любовь. Bir hadisə haqqında istərdim danışım daha doğrusu. Хотел бы рассказать вам одну историю. 2008-ci ildə, В 2008 году eşidirsən məni? Çinin Sichuan əyalətində dəhşətli bir zəlzələ baş verir. в Китае, в области Сичуань, происходит ужасное землетрясение. 7,8 bal gücündə. 7,8 баллов. Çox dağıdıcı bir zəlzələ olur. Очень разрушительное землетрясение. Və bu Çinin tarixinə keçir. И это входит в историю Китая. 69 min insan həlak olur dağıntılarda. И в этих разрушениях погибает 69 тысяч людей. Amma bir hadisə ilə yadda qalır. Но Зэлзэлэ. это запоминается одним случаем, это землетрясение. Xilasedicilər uçqununu təmizləməyə başlayırlar Спасатели начинают очищать обломки, və uçqunun altında diz çökmüş bir qadın tapırlar. и под обломками находят женщину, которая стоит на коленях. Çox təəssüf ki, onlar tapanda artıq qadın həyatını itirmişdi. К сожалению, когда они нашли ее, эта женщина уже умерла. Amma qadının altında bir körpə tapırlar. Но эта женщина как бы прикрывала собой ребенка. Körpə isə sağ idi. И этот ребенок остался жив. Qadın təhlükəni bilir, Женщина знает опасность. ana təhlükəni görür Она видит опасность. və körpəsini qoruyur. И она оберегает свое чадо, Özü həlak olur. а сама погибает. Körpənin üstündə telefon var idi И на этом mладенце был телефон, və orada belə bir mesaj yazılmışdı. и на нем было написано следующее. Əgər sağ qalsan, unutma ki, mən səni çox sevirəm. Было написано, что если ты останешься жив, не забывай, что я тебя очень сильно люблю. Fədakar məhəbbət. Жертвенная любовь. Və Bibliyada biz rast gələ bilərik bu ana məhəbbətlərinə. И в Библии мы можем повстречать вот такую вот материнскую любовь. Və bu kimi oxşar hadisələr çoxdur. И подобных случаев много. Hər bir ananın həyatında var bu. В жизни каждой матери есть такое. Düzdür, analar. Не так ли, матери? Hər ananın həyatında var bu fədakar məhəbbət. Каждая мама имеет вот эту жертвенную Rəbb любовь. sizə bu ənamı verib, И Господь дал вам этот дар, bu məhəbbəti verib. эту любовь. Bəzən biz atalar görmürük. Иногда мы, отцы, этого не видим. Etiraf edirəm. Я признаюсь. Ana məhəbbəti haqqında danışanda yadımıza düşür Yeşaya 49:15. Когда мы говорим о материнской любви, мы вспоминаем Исайя 49, 15. 15. Rəbb isə deyir: Ana süd əmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, mən səni əsla unutmaram. Забудет ли женщина грудное дитя свое, чтобы не пожалеть сына чрева своего? Но если бы и она забыла, то я не забуду тебя. Ana hər zaman fədakarlıq etməyə hazırdır. Мать, она всегда готова быть жертвенной. Çox maraqlıdır. Bu elə bir yerləşdirilib anaların qəlbinə. Интересно, что это словно вместили в душу матери. Və biz ana sevgisini aşağı tutmuruq.
Aşağı И мы не tutmuruq. принижаем материнскую любовь. Anaları çox sevirik. Мы очень любим наших матерей. Əksinə Rəbb deyir ki, ana unutmaz, atmaz, rəhm edər. Наоборот, в Библии написано, что мама, она не будет забывать, она не покинет и будет добра. Amma Но, yaşadıkca biz görürük ki, hər şey baş verir. проживая эту жизнь, мы видим, что все может произойти, Çox təəssüf. к сожалению. Bibliya isə bizə deyir. Библия же говорит нам, Rəbb bizə açıq-aydın deyir Господь очень открыто и ясно ki, говорит нам, hətta ana öz körpəsini unutsa belə, что даже если мать забудет свое дитя, mən səni unutmaram. я тебя не забуду. Çox güclü məhəbbətdir. Очень сильная любовь. Biz elə birinci görürük ananın məhəbbətini, Вначале мы видим любовь матери, fədakar məhəbbəti жертвенную любовь. və sonra Rəbbin bizə olan məhəbbətini. А дальше мы видим любовь Господа к нам. Bu çox güclü bir məhəbbət. Это очень сильная любовь. Bu məhəbbət o qədər güclüdür ki, И эта любовь, она настолько сильна, o çarmıxa qədər getdi. что Он пошел на крест. O çarmıx üzərində ölümə qədər getdi. Он дошел до смерти на кресте. Hətta Даже, əgər biz oxumağa davam etsək, если мы будем продолжать читать этот отрывок, 16-cı bənddə в 16 стихе, bu da çox güclü sözlərdir. там тоже очень sильные слова. Deyilir ki, mən sənin adını ovucularıma həkk etmişəm. «Вот я начертал тебя на дланях моих». Bunu Rəbb deyir. И это говорит Господь. Eşidirsiniz? Слышите? Rəbb deyir. Господь говорит. Mən sənin adını ovucularıma həkk etmişəm. Он говорит, что я написал твое имя на своих ладонях, дланях. Heç vaxt unutmaram. Никогда не забуду, Heç vaxt atmaram никогда не покину və tərk etmərəm. и никогда не оставлю. Bu məhəbbət Эта любовь, çarmıx üzərində ölümə qədər getdi она дошла до того, что умерла на кресте. və siz bahalı qiymətə satın alınmısınız. И вы искуплены дорогой ценой, Çox bahalı qiymətə. очень дорого. Və biz bunu hesablaya bilmərik. Мы не можем это посчитать, Amma Rəbb bizi satın alıb. но Господь искупил нас. Bu sözü dinləyən kəslər Те, кто слушает это слово, ola bilər ki, hal-hazırda hansısa sınavdan keçirsiniz. возможно, вы проходите через определенные испытания. Ola bilər ki, özünüzü tənha hiss edirsiniz Возможно, вы чувствуете себя və одинокими yaxud da tərk edilmiş hiss edirsiniz. или же покинутыми. Bilin ki, Но знайте, Rəbb sizin adınızı ovucularına həkk edib. что Господь начертал ваше имя на своих Rəbb дланях, hər zaman sizin yanınızdadır. и Он всегда с вами, O heç zaman tərk etmir. никогда не покидает. Onun məhəbbəti Его любовь çox güclüdür. очень сильна. Çox bahalı qiymətlə satın almışıq. Мы искуплены дорогой ценой. Və düşünün Məsihin yaraları haqqında. Думайте о ранах Христа. Biz onun yaraları ilə şəfa aldıq. И Его ранами мы исцелились. Bu onun fədakar məhəbbətinin sübutudur. Это доказательство Его жертвенной любви. Çox dəyərlisiniz. Вы очень драгоценны. Və həmçinin И еще, əgər siz Məsihi hələ tanımırsınızsa, если вы все еще не знаете Христа, əgər onu hələ qəbul etməmisinizsə, или же все еще не приняли Его в свою жизнь, bu sözlər haqqında düşünün. думайте об этих словах. Bilin ki, Знайте, bu dünyada что в этом миру bir kəs olub ki, был некто, sizi çox baha qiymətə satın alıb кто искупил вас очень дорогой və ценой. onun üçün siz çox dəyərlisiniz. И для Него вы очень ценны. O hər zaman sizi qəbul etməyə hazırdır. Он готов принимать вас всегда. Və unutmayın, И не o забывайте, sizin adınızı əbədi olaraq Он yadında saxlayıb. запомнил ваше имя навеки. Amin. Аминь. Gəlin dua edək. Давайте помолимся. Rəbbimiz İsa, Господь Иисус, minnətdarıq sənə мы благодарны Тебе fədakar məhəbbətə görə. за жертвенную любовь, O məhəbbətə görə ki, saxlamadı səni çarmıx yolunda. за ту любовь, которая не остановила Тебя от того, что Ты вошел на крест. Satın almaya görə sənə minnətdarıq. Мы благодарны за искупление. Və həyatlarımızdakı işinə görə sənə minnətdarıq.
И благодарны за ту работу, которую Ты проделаешь в наших Və жизнях. biz indi burada sənin önündə dayanmışıq Господи, мы сейчас стоим пред Тобою və səni izzətləndirmək istəyirik. и хотим прославить Тебя. Sənin evinə gətirmək istəyirik. Хотим принести в Твой дом Minnətdarlıqla с və благодарностью sevinclə. и с радостью. Qoy sən adını və ismini ucalsın Пусть Твое имя будет превознесено hər zaman. всегда. Minnətdarıq sənə. Благодарна Тебе. Dua edib xahiş edirik toplantının qalan hissəsinə xeyir dua verəsən. Молимся и просим, чтобы Ты благословил оставшуюся часть собрания. Biz səni eşitmək istəyirik. Мы хотим слышать Тебя. Sənə minnətdarıq. Благодарна Тебе. Ata, Oğul, Müqəddəs Ruhun adıyla. Во имя Отца, Сына и Святого Духа. Amin. Аминь. Ellerinde saklayırsan, ovucumda beni tutursan, beni yollarınla, bu dünyadan sen koruyursan. Örtüğümde senin yaşayıram Rabbimle. Ellerinde saklayırsan, ovucumda beni tutursan, apar beni yollarınla, bu dünyadan sen koruyursan. Senin gölgen örtüğümdür, senin nurun yoluma ışık. Susadınsa diri suyu, canımı bedava
Rabbimle. Yaşayıram Rabbimle. Yaşayıram Rabbimde. Тьму разрушил греха проклятия. Тьму разрушил греха проклятия. Кто любит вечно, кто не оставит. Господь царь славы и царь для всех царей. Кто громом славы мир сотрясает, пред кем трепещет душа живая. Господь царь славы и царь для всех царей. О, это благодать, о, вечная любовь. Ты принял на себя мой крест и мой позор. Ты свою жизнь отдал, меня освободи. Но, Иисус, я буду петь о Твоей любви. Кто убирает из жизни хаос, кто стал отцом нам, назвал сынами. Господь царь славы, Господь царь славы, кто правит миром в суде и правде, и ярче солнца свет его славы. Господь царь славы и царь для всех царей. О, это благодать, о, вечная любовь. Ты принял на себя мой крест и мой позор. Ты свою жизнь отдал, меня освободи. Но, Иисус, я буду петь о Твоей любви. Агнец Божий заклан за нас, Агнец Божий славу достоин принять. Агнец Божий заклан за нас, Агнец Божий славу достоин принять. Агнец Божий заклан за нас, Агнец Божий славу достоин принять. Агнец Божий заклан за нас, Он достоин, достоин, достоин Он. Это благодать, о, вечная любовь. Ты принял для себя мой крест и мой позор. Ты свою жизнь отдал, меня освободи.
Bir daha salam. Axşamınız xeyir olsun. Göy mikrofon. Yaxşı. Necəsiz? Как вы? Yaxşı. Rəbbin lütfü ilə yaxşıyıq. По благодати Божией все хорошо. Amin. Аминь. Əla, gəlin dua eləyək və Давайте başlayaq. помолимся и начнем. Əziz Rəbbimiz, minnətdarıq sənə. Дорогой Господь, мы благодарны Тебе. Minnətdarıq ki, sən qələbə çaldın, Благодарны, что Ты одержал победу. sən uğur qazandın, Rəbb. Ты победил. Və bu qələbəni də bizə saydan, Rəbbisə. И вменил эту победу и нам. Bəli, Rəbb, xahiş edirik səndən bu axşam xeyir dua verəsən Просим ki, благословить öz kilsənə, Məsihin bədəninə свою церковь, тело Христа. və eşidəcəyimiz sözü Rəbb bizimlə danış. Говори с нами, и слово, которое мы Öz услышим. qüdrətini, gücünü göstər Rəbbisə. Яви нам свою славу и силу. Minnətdarıq sənə, Rəbb. Sən Благодарны uca Тебе. müqəddəs adınla dua edirik. Именем Твоим святым и превознесенным мы молимся. Amin. 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 Əla, mənim səsim biraz çoxdur. Bir balaca səhnədə azalda bilərsiniz mənim səsimi. Əla. Düzəldi. Şükür Tanrıya. Demək, eşidirsiniz siz məni? Слишком много, da? Səs çoxdur deyirlər. Yaxşıdır. Kimsə deyir çoxdur, kimsə deyir yaxşıdır. Əladır onu. Çox. Mən biraz möhkəm danışıram. Mənim səsimi biraz aşağı sala bilərsən, Natalla. Немножко спускай меня. Я и так громко говорю. Да, хорошо. Bu günlər biz maraqlı bir parçaya baxacaq Bibliyadan. Сегодня мы рассмотрим интересный отрывок из Библии. Pasxa davam eləyir Пасха продолжается. və biz eşitsən, bir balaca qaldıra bilərsən səsimi. Tam alma ginən də. Aha, yaxşıdır. Pasxa davam eləyir. Пасха продолжается. Və biz keçən həftə artıq Pasxa mesajını eşitdik ki, Məsih dirilib. И на Düzdür? прошлой неделе Amin, мы Məsih услышали dirilib. весть Qələbə Пасхи, çalmışıq. что Христос Ölüm üzərində, воскрес, ölüm что мы üzərində qələbə победили çalınıb. смерть. Günah üzərində qələbə çalınıb. Грех был побежден. Amin. Ona görə də biz davam edirik Pasxa tonunda И поэтому мы продолжаем в темпе Пасхи. və görək sonra nə baş verir. Посмотрим, что будет дальше. Okay. Demək, biz Yəhya müjdəsi 21-ci fəslə baxacaq. Мы сегодня будем рассматривать Иоанна 21 главу. Amma bundan qabaq demək istərdim ki, Pasxa baş verəndən sonra Но прежде я хотела бы сказать, что до того, как произошла Пасха, bu ki Yerusəlimdə baş verdi, bu insanları çox sarsıltmışdı. то, что произошло в Иерусалиме, эта ситуация, она очень повлияла на людей, они очень... İsa'nın şagirdləri qorxmuşdular, qaçıb gizlənmişdilər. И ученики Христа, они испугались и попрятались везде. Xalqın yarısı sevinirdi, yarısı kədərli idi Половина народа радовалась, а другая была опечалена. və fəriseylər, din xadimləri qorxurdular. Фарисеи и служители закона, они были в страхе. Ruhani, din xadimləri qorxurdular. Религиозные служители Qorxurdular. боялись. Niyə? Çünki müəyyən peyğəmbərliklər olmuşdu. Потому что были определенные пророчества. Təsəvvür edirsiniz də bunu özünüzə. Вы понимаете, да, ситуацию, Ki, представляете çox её? gərgin vəziyyətdir. Что ситуация была действительно сложной, тяжелой. Və Pilatdan xahiş edirlər, möhür vursunlar. И у Пилата просят, чтобы он запечатал гробницу. Amma biz görürük ki, Bibliyanı oxuduqda nə möhür, nə əskərlər, nə ölüm İsa Məsihi saxlaya bilmədi. Но читая Библию, мы видим, что ни эта печать, ни охранники, ни смерть не смогли удержать Христа.
İsa Məsih dirildi. Христос воскрес. İsa Məsih dirildi və öz Христос şagirdlərinə воскрес. görünür. И Он является своим ученикам. Və onun biz Yəhya müjdəsində 3 dəfə öz şagirdlərinə görünməsi haqqında yazılıb. И в Yani- Иоанна Aha. написано о том, как Он является своим ученикам 3 раза. Ki o həm individual olaraq insanlara görünürdü, həm də qrup şəklində. То есть Он являлся как и одиночным личностям, так и группам людей. Və biz görürük ki, birinci dəfə o şagirdlər giriblər otağa, qapını bağlayıblar И мы видим, как ученики, они заперлись в комнате, və İsa Məsih keçir, qapıdan keçir və onlarla görüşür. Иисус Христос проходит через дверь и здоровается с ними. İsa Məsihin ikinci görüşü onlarla Famaya görə idi, Tomasa görə idi. Вторая встреча с учениками произошла именно из-за Фомы. Çünki Tomas onların arasında yox idi. Потому что его, именно Фомы, не было среди учеников. Və İsa Məsih üçüncü dəfə daha 7 şagirdinə Qalileya gölünün ətrafında görünür. И в третий раз Иисус является учеником, 7 ученикам возле Галилейского озера. Və biz burada İsa Məsihin qayğısını, İsa Məsihin məhəbbətini, onun qüdrətini görürük. И здесь мы видим заботу, силу и любовь Христа. Okay. Və yenə də görürük ki, İsa Məsih nə dərəcə şəxsi idi. И мы видим, каким Иисус был личным. Necə ki, dirilmədən əvvəl, yəni yaşayan vaxtı, eləcə də ölümdən sonra, dirilmədən sonra То есть Он был личным и до того, как умер, и после того, как воскрес. və İsa Məsih o qədər şəxsi idi ki, o hər şeyin qayğısına, hər detalın qayğısına qalırdı И Он заботился обо всех деталях, və o praktiki idi. и Он был Окей. практичным. Və biz görürük ki, İsa Məsihdə dəyişiklik yoxdur, düzdür? Мы видим, что Христос, Он не меняется. O necə ki, çarmıxa getməmişdən qabaq hər kəsin qayğısına qalırdı. Praktiki olaraq o insanlarla bir yerdə idi. И мы видим, что как и до того, как Он пошел на крест, Он заботился о людях, практически помогал им, был с ними. Və görürük ki, dirilmədən sonra da o hər kəslə ayrı, Məryəmlə ayrıca görünür qəbrin yanında. Также и после воскрешения Он заботится и встречается с людьми лично, например, с Марией возле гробницы. Xammaya gedən, Emausa gedən şagirdlərə ayrıca görünür, onlarla şəxsən vaxt keçirdir. Является ученикам, которые шли в Эмаус, и проводит с ними время. Və burada da bu 21-ci fəsildə də biz görürük ki, o şəxsən görüşür və onlarla şəxsən vaxt keçirdir. И в 21 главе Иоанна Он также является им лично и проводит с ними время. Və burada 21-ci fəsil 1-ci bənddən 14-cü bəndə gedib baxacağıq. Biz bunu 2 hissəyə bölə bilərik. Мы будем рассматривать Иоанна 21 главу с 1 по 14 стихи. Мы можем разделить это на 2 отрывка. Aha, 1-ci bənddən 6-cı bəndə qədər bu itaətsizlikdən danışır. С 1 по 6 стихи там говорится о непослушании. Və 6-cı bənddən 14-cü bəndə qədər itaət addımından danışır. А с 6 по 14 стих говорится о шагах послушания. Və biz görürük ki, 1-ci bənddən 6-cı bəndə, indi oxuyacaq onu, 1-ci bənddən 6-cı bəndə qədər necə bu itaətsizlik uğursuzluq gətirir. И мы видим, мы прочитаем то, как это непослушание приводит к неудаче. Aha, amma itaət isə xeyir-dua gətirir. Tanrının eşitmək üçün, Tanrını görmək üçün bir imkan olur. Но послушание, оно становится возможностью увидеть, услышать Господа и приносит благословение. Və bu mütləq şəkildə bu belədir. И это всегда так, это Əgər itaət обязательно так. varsa, Если есть послушание, onda Tanrıdan xeyir-dua var. тогда и есть благословение Itaət от yoxdursa, Бога. Если же нет послушания, то неудача. Okay. Gəlin baxaq. Давайте рассмотрим. Demək ki, Yəhya 21
Иоанна 21, Birinci bənddən oxuyuruq. с 1 стиха Üçüncü bəndə qədər до daxil olmalı. 3. Bu hadisələrdən sonra İsa Tiberiya gölünün kənarında yenə şagirdlərinə göründü. Bu belə oldu. Şimon Peter, Əkiz adlanan Tomas, Qalileyanın Qana kəndindən olan Natanael, Zavday oğulları və onun başqa 2 şagirdi birlikdə idi. Şimon Peter onlara, balıq ovuna gedirəm, dedi. O birilər də ona, biz də səninlə gedirik, dedilər. Onlar gedib qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər. После того опять явился Иисус ученикам своим при море Тивериадском. Явился же так. Были вместе Симеон Петр, Фома, называемый Близнец, и Нафанаил из Каны Галилейской, и сыновья Завидеева, и 2 других из учеников его. Симеон Петр говорит им: «Иду ловить рыбу». Говорят ему: «Идем и мы с тобою». Пошли и тотчас вошли в лодку, и не поймали в ту ночь ничего. Siz deyə bilərsiniz ki, balıq tutmaqda nə pis şey var ki, itaətsizlik var. Вы могли бы подумать, что такое плохого в том, чтобы ловить рыбу, где непослушание? Amma itaətsizlik burada o idi ki, İsa Məsih onlara başqa bir əmr vermişdi. Но непослушание в этом отрывке заключается в том, что Иисус дал им другое повеление. İsa onları geriyə balıq tutmağa göndərməmişdi. Иисус не отправлял их обратно ловить Biz рыбу. baxsaq Məttahın müjdəsi 28-ci fəslin 10-cu bəndinə, Если мы рассмотрим Матфея 28 главу 10 стих, orada yazılır ki, İsa onlara dedi, qorxmayın, gedin, qardaşlarıma xəbər verin ki, Qalileyaya gəlsinlər, məni orada görəcəklər. там написано, 28-10. в Матфея 28:10 написано: «Тогда говорит им Иисус: не бойтесь, пойдите, возвестите братьям моим, чтобы шли в Галилею, и там они увидят меня». Və 16-cı bənd, 28-16 Məttahın müjdəsi deyir ki, İsa onları Qalileyadakı dağa getməyə əmr edir. В той же главе 16 стихе Иисус им повелевает, чтобы они направились на гору в Галилее. Görürük ki, İsa onlara demişdi ki, konkret mən dağa getməz, Qalileya dağına. И мы видим, что Иисус им говорит, что вам нужно идти на гору в Галилее. Başqa heç bir əmr yox idi, gözləyin. Ничего Gedin orada другого. məni gözləyin. Идите туда и Orada ждите меня. görüşəcəyik. Там мы с вами повстречаемся. Amma nə görürük? Но что мы видим? Amma biz görürük ki, itaətsizlik var. Мы видим непослушание. Peter lider idi, Петр был лидером, güclü idi он был сильным. və o biri şagirdlər onun sözünə qulaq asırdılar. И другие ученики прислушивались к тому, что он говорит. Eyni zamanda biz görürük ki, Peter həm də zəif idi, düzdür? Но в то же время мы видим, что Петр слаб. O həm cəsarətli idi, həm də zəif idi. Он был как храбр, так и слаб. Və budur, Peter qərar verir ki, mən gedirəm balıq tutmağa. И вот Петр решает, что он идет ловить рыбу. Mən geri qayıdıram. Я возвращаюсь обратно. Hər şey bitdi. Все Hər şey кончено. puç oldu. Все исчезло. Bütün ümidlərimiz, bütün planlarımız, bütün gözləyişlərimiz Все наши планы, ожидания, надежды, hamısı puç oldu. все это стало ничем. İsa Məsih çarmıxa çəkildi. Иисуса Христа распяли на кресте, Bəzi şagirdlərə görünür. и Он являлся некоторым ученикам. Amma yenə də o ümid yeri görmür. Но при всем при этом Он не видит надежды. Və o dağa getmək əvəzinə gedir balıq tutmağa. И вместо того, чтобы пойти подняться на эту гору, Он идет ловить рыбу. Və o qərara gəlir ki, keçmişə qayıtsın. Он решил вернуться в прошлое. Amma eyni zamanda da Но в то же время keçmişə qayıtmaq ona bir uğur gətirmir. то, Düzdür? что он вернулся в прошлое, не dает ему никакой пользы. Tanrı istəmir ki, biz keçmişimizə qayıdaq. Господь не хочет, чтобы мы возвращались к своему прошлому. Biz əgər Məsihə öz həyatımızı etibar etmişiksə, Если мы доверили свою жизнь Христу, o istəmir ki, biz keçmiş həyatımıza geri qayıdaq və keçmişimizdəki
elçin olaq. Он не хочет, чтобы мы возвращались в прошлое и были с собой из прошлого. Niyə? Почему? Çünki orada bizi heç nə gözləmir. Потому что там нас ничего не ждет. Yaxşı heç nə gözləmir. Ничего хорошего там нет. Əlbəttə ki, biz deyə bilərik ki, bizim müəyyən səriştəmiz var. Səriştə yəni ki, навыки. Конечно, у нас есть определенные навыки, Ki bizim təcrübəmiz var. есть опыт. Mən yaxşı mühəndis ola bilərdim. Я мог бы быть прекрасным Mən yaxşı инженером telefon ustası ola bilərəm. или же там, тем, кто чинит телефоны. Mən ATS-də işləmişəm yeri gəlmişkən. До этого я работал в АТС. Telefon ustası olmuşam. Чинил телефоны. Telefonları düzəldirdim. Amma Rəbb məni çağırmayıb ki, get ginən el üçün telefon düzəltməyə. Но Бог не призвал меня к тому, чтобы я чинил телефоны Ki, kabelləri dəyişməyə или get. же менять кабели. Yox. Нет. Və mənə lazım deyil heç ora getmək. Да и мне и не нужно Çünki orada туда xeyir идти. dua yoxdur. Там нет благословения. Okay? Və biz nə görürük? Biz görürük ki, Peter gəldi, 7 nəfər idilər, gəldilər, hamısı da özü Qalileyalı idi yeri gəlmişkən. Мы видим, что вот все эти люди, все 7 были из Галилеи. Və onlar Qalileyadakı məşhur idi onunla ki, onlar balıq tuturdular, balıq satırdılar. Yəni əsas onların biznesi balıq idi. А Галилея была известна рыботорговлей. Ki Peter və o biri şagirdlər, onlar balığın içində böyümüşdülər, belə deyək. И мы можем сказать, что Петр и все остальные ученики, они как бы выросли среди рыбы. Onlar bilirdilər günün hansı saatında balıq gəlir. Они знали, когда можно поймать рыбу, в какой час дня, İlin hansı aylarında daha çox balıq tutmaq olar. в какие месяцы можно выловить как можно больше рыбы, Toru necə atmaq как нужно lazımdır. бросать Toru necə сети, yığmaq как нужно lazımdır. собирать Toru necə сети, təmizləmək как lazımdır. очищать эти сети, Tor cırlarsa onu necə tikmək или же lazımdır. что делать, если Yəni эти bu onların сети əsas işi idi. порвутся. Это и была их основная работа, Onların professiyası idi. их профессия. Budur, biz görürük ki, onlar gəlirlər, И вот мы видим, что они пришли, qayıdırlar öz keçmiş professiyalarına, возвращаются они к своей прошлой профессии, geriyə. к своему прошлому. Cəhd eləmisiniz geriyə baxaraq avtomobili qabağa sürməyə. Вы когда-нибудь пробовали смотреть назад и вести машину вперед? Cəhd eləməyin. Не надо, не Bəzən делайте. belə reklamlar olur. Bunu evdə eləməyin. В рекламах бывает, что не повторяйте это дома. Yəni sən geriyə baxıb avtomobili necə qabağa sürə bilərsən? То есть как ты можешь смотреть назад и Ну, вести мümkün машину değil. вперед? Это Mümkün deyil. невозможно. Mümkün deyil. Невозможно. Sən geriyə dönərək, geriyə gedərək Tanrının qarşısına dalıcı gedə bilməzsən. Нельзя идти назад и в то же время идти за Господом. Və biz nə görürük burada? И что мы здесь Biz видим? görürük ki, burada itaətsizlik var. Мы видим непослушание. Rəbbin sözünə qarşı itaətsizlik var. Непослушание Слова Господа. Və nəticə nə idi? И каков Yazılıb результат? ki, onlar heç də tutmadılar. Написано, что они Zero, не поймали точно. ничего. Ноль. Professional balıqçılar, Профессиональные рыболовы. dəqiq vaxtı bilənlər Те, кто знали точное время, heç nə tuta bilmədilər. не смогли поймать ничего. Rəbb istəmir ki, biz keçmişimizə qayıdaq. Господь не хочет, чтобы мы возвращались к своему Угодсыз ола. прошлому, чтобы у нас не получалось ничего. Amma istəyir bizi yeniləsin. Но Он хочет обновлять Yeni нас. elçin eləsin. Он хочет сделать нас новыми Yeni insan людьми. eləsin özündə. Он хочет сделать нас новыми Yeni людьми в себе. qərarlar, Новые yeni решения, məqsədlər. новые цели. Okay. Koloslar 3-cü fəsildə yazılıb ki, yeni mənliyə bürünün 10-cu bəddə. В Колоссянам написано, что облекитесь в новую тождественность. Yeni mənliyə bürünün. Облекитесь в Keçmiş новую getdi, yeni mənlik. тождественность. Прошлое осталось в прошлом, теперь новая тождественность. Biz gördük ki, onlar heç nə tutmadılar. Qayığa mindilər, getdilər. Bütün gecəni orada dənizdə oldular. Мы видим, что они всю ночь были вот на море и ничего не поймали. Və heç nə tutmadılar. Ничего. Okay. İtaətsizlik. Непослушание. Və belə bir itaətsizlik biz təxminən görürük İsrail xalqı Misirdən çıxanda
Примерно такое же непослушание мы видим, когда израильский народ покидал Египет. O zaman ki onlar səhranı bir neçə günə keçə bilərdilər. В то время как они могли преодолеть эту пустыню за несколько дней, Amma itaətsizliyə görə но из-за своего непослушания 40 il onlar səhrada fırlandılar. 40 лет они были в пустыне. 40 il. Bəzən belə bir demək teoriya da var ki, onlar hər bir günə görə bir il səhrada qaldılar. Yəni nə vaxt ki kəşfiyyatçılar getmişdilər o ölkəni axtarmağa, baxmağa. Onlar təxminən 40 gün orada oldular və buna görə də 40 il onların demək imanı olmadığına görə onlar 40 il səhrada gəzməli oldular. Есть такая теория, что когда значит, люди отправились на разведку, они ждали вот этих людей, которые были в разведке 40 дней, и вот каждый этот день в итоге приравнивался к 1 году, то есть 40 дней, 40 лет. Yəni belə bir şey. Есть teoriya такая. Yəni söz ondadır ki, oradan Tanrı demişdi gedin götürün. Но как бы суть в том, что Господь им сказал, что idите туда. Amma itaətsizlik oldu ki, Но yox. было непослушание, что нет. Yəni burada da Здесь также İsa Məsih başqa bir tapşırıq vermişdi onlara. Иисус дает им İsa другую Məsih bu günləri задачу. bizə başqa bir tapşırıq verir. И Иисус Христос сегодня нам также дает Bizim другую keçmiş задачу, həyatımızdan fərqli bir tapşırıq verir. совершенно отличающуюся от нашей прошлой Mətta жизни. 28, 19, 20 deyir ki, gedin və bütün xalqlara öyrədin. В Матфея 28 написано, что идите и учите все Onları народы, mənim şagirdim edin. делайте их моими учениками. Demir ki, gedin keçmiş həyatınızdan bir bəhrələr gətirin. Он не говорит, что идите и принесите плоды своей прошлой жизни. Və baxaq 4-cü bəndə Давайте рассмотрим 4 стих. yazır ki, günəş batarkən İsa sahildə dayanmışdı. Amma şagirdlər onun İsa olduğunu bilmədilər. А когда уже настало утро, Иисус стоял на берегу, но ученики не узнали, что это Иисус. Çünki İsa Məsih izzətlənmiş bədəndə idi. Düzdür? Потому что Христос уже был в прославленном теле, Şagirdlər onu tanımadılar. и ученики не узнали его. Bu normaldır, çünki onu heç kəs tanımırdı. İlk baxışda heç kəs tanımırdı. И это нормально, потому что никто не мог узнать его при взгляде на него. Nə Məryəm Ni qəbrə Maria yanında, возле nə гробницы, Emausa gedən o yenə də o iki şagird, ни ученик, который шел в Эмаус, nə də ki bu 7 şagird. ни эти 7 учеников. Amma nə zaman tanıdılar? İsa özü onlara özünü göstərir. Özü onlara bir ipucu verirdi. Но они uznавали его только тогда, когда как бы Иисус давал им подсказку. Okay. İsa şagirdlərə demədi ki, mən İsayam, mən İsayam. Buradayam, Иисус buradayam, не gəlin говорил bura, gəlin ученикам, bura. что вот я Иисус, идите Gəlin, ко мне, gəlin. идите сюда. Belə demədi, düzdür? Он не говорил так, не так ли? Və yaxud da ki, Emausa gedəndə şagirdlərdən o yaxşı bir film çəkmişik. Ona hərdən bir baxın. У нас есть Маха. хороший отрывок фильма. Mən çox tez-tez baxıram ona. Пересмотрите его, Orada когда Rəşad будет müəllim, время. Elman müəllim və İsa müəllim əla oynayıblar. Там Рашад Малим, Эльман Малим и Иса Малим хорошо сыграли эту роль. Və İsa sanki heç onlara demir ki, mənəm. Deyir ki, siz nə haqqında danışırsınız? Иисус им даже не говорит, что вот он я. Он спрашивает, что о чем вы говорите. Və onlarla başlayır bütün yol boyu onlara kəlamları izah eləməyə. И на протяжении всего пути он говорит с ними, объясняет им Писание. Fikir versə sona qədər də onu demir ki, mən İsayam. Если обратите внимание, что он до самого последнего не говорит, что он Иисус. Sonda çörəyi götürüb dua eləyir, bölüb verəndə onlar başa düşürlər ki, bu İsadır. И лишь в конце, когда он преломляет хлеб и молится, и дает его им, тогда они понимают, что это Иисус. Və bu anda da, indi burada da Qalileya gölündə İsa Məsih onlara deyir, uşaqlar, И также и здесь, у Галилейского озера, Иисус говорит, nə deyir onlar? Uşaqlar, yeməyə bir şey tutmusunuzmu 5-ci bənddə? в 5 стихе он говорит им, дети, есть ли у вас какая пища? Ki, uşaqlar yəni ki, dostlar, Ну, дети в плане друзья. dostlar, uşaqlar, bir şey tutmusunuz? Поймали ли вы что-то?
Demir ki, mənəm, hey, Он мне говорит, вот он я gəldim здесь. ha, Я gəldim, пришел, dirildim, demişdim я sizə. воскрес, я же говорил, Amma ki, yox. но нет. Və onlar nə cavab verirlər şagirdlər? А что отвечают ученики? Xeyr, Они говорят, нет, heç nə. ничего, Xeyr, heç nə tutmamışıq. Düzdür? ничего не поймали. Və İsa növbəti bir özü haqqında yeni bir ipucu verir onlara. И далее Иисус как бы дает им новую подсказку о себе. Ki, toru qayığın sağ tərəfinə atın. Он говорит, что закиньте сеть по правую stорону лодки Bu arada tapacaqsınız. и поймаете. Qəribə də, Странно, не так ли? qəribə bir məsləhətdir Странный совет. ki, gəmi orada suyun dibində mıxlanmamışdı, yanmamışdı orada. Как бы эта лодка, она не стояла стабильно в одном месте. Dənizdədir, ləpə bu iz aparır. Yəni bütün dənizi fırlanır gəmi. Она была на море, и как бы волны уносили ее то в одну сторону, то в другую. Ki, fərqi nədir ki, mən burada atdım, yoxsa gəmi artıq fırlandı, yəni də burada atdım. То есть какая разница, закинул я сети в эту сторону, или же лодка повернулась и кинул в другую Fərqi сторону? nədir bunun? Какая разница? Mən artıq o gəmidəyəm, mən artıq o dənizin içindəyəm də. Я уже в этой лодке, уже в море. Okay. Amma biz görürük ki, 6-cı bənddən sonra Но мы видим, onlar что itaət etməyə başladılar. после 6 стиха они прислушались и послушались. Və burada İsa Məsih onlara başqa bir hadisəni xatırladır. Lukanın müjdəsi 5-ci fəsili. И здесь Иисус напоминает им другую ситуацию из Луки 5 главы. Və Lukanın müjdəsinin 5-ci fəslində demək İsa Şimon Petrə deyir ki 4-cü bənddən yazılıb ki o sözünü qurtaranda Şimona dedi: "Qayığı dərinliyə apar və torlarını balıq tutmaq üçün suya at." В 4 стихе 5 главы написано: «Когда же перестал учить, сказал Симеону, отплыви на глубину и закиньте сети свои для лова». 5-ci bənd Şimon cavab verir ki, ustad, biz bütün gecəni çalışdıq, lakin heç nə tuta bilmədik. Amma sənin sözünə görə yenə də toru ataram. Симеон сказал ему в ответ: «Наставник, мы трудились всю ночь и ничего не поймали, но по слову твоему закину сеть». Biz nə baş verirdi? И знаете, что произошло? Peter əmin idi ki, orada balıq yoxdur. Петр был уверен, что там нет рыбы. Bütün gecəni çalışmışdılar. Они старались всю ночь. Və balıqçılar üçün təzədən torları hazırlamaq, təzədən yumaq, təmizləmək, dənizə çıxmaq böyük bir prosesdir. И для рыбаков подготовить сети, помыть их, починить и обрядно выйти на море – это долгий процесс. Və o gərək hər şeyin üstünə xətt çəkməlidir və təzədən toparlamalıdır, özünü təzədən getməlidir. Он как бы должен откинуть все и собраться и вновь пойти. Okay. Biz görürük ki, Peter deyir ki, okey, gedərik. Но мы видим, что Петр говорит, что хорошо, мы Amma orada пойдем. heç nə yoxdur. Но там ничего нету. Gedək. Пойдем. Mən balıqçıyam. Я рыбак. Mən bilirəm. Я знаю. Mən peşəmi bilirəm. Я знаю свое Вот и есть дело. стадион. Там ничего нет. Gedəyin amma göstərdim. Пойдем, я тебе покажу. Okay. Və 8-ci bənd И Lukanın 8 müjdəsi. стих в Луке 5 главе. Onlar çoxlu balıq tuturlar və Peter deyir. Bunu gördükdə İsa'nın ayaqlarına düşdü və belə dedi: "Ya Rəbb, məndən uzaqlaş. Axı mən günahkar bir adamam." И в итоге, сделав так, как им сказал Иисус, они поймали очень много рыбы. И в 8 стихе Петр говорит: увидев это, Симеон Петр припал к коленям Иисуса и сказал: «Выйди от меня, Господи, потому что я грешный человек». Qaydırıq Yəhyanın müjdəsi 21-ci fəslin 6-cı bəndinə. Возвращаемся к Иоанна 21 главе 6 стиху. Onlar toru atırlar gəminin sağ tərəfinə. Они делают, как сказал Иисус, кидают İtaət addımı yadda saxlayın. сети по правую сторону. Это был шаг послушания. Onlar itaət etdilər Они послушались və torları bu tərəfə atdılar. и закинули сети в другую сторону. Və yazılıb ki, çox balıq tutdular onlar. И написано, что они поймали множество рыбы. Çoxlu balıq tutdular. Много рыбы.
Və bu anda Yəhya, orada yazılıb ki, İsa'nın sevimli şagirdi, Yəhya özü haqqında belə deyir. И там написано, что ученик, которого любил Иисус, а это говорит Иоанн сам о себе, Ki, Petrə deyir, говорит Петру. Petr bu Rəbdir. Он говорит, что это Господь. Petrə də bu söz lazım idi. А Петру нужны были эти слова. Petr bunu tutan kimi o Rəbdir. Как O anda только он понял, что это hoppanır Господь, suya və üzür quruya, sahilə tərəf. в тот же миг он кидается в воду и плывет к суше, к Иисусу. Və budur, İsa Məsih özü haqqında danışır, elə bil ki, onun əməlləri, onun sözləri danışır özü haqqında. И вот слова, которые говорит Иисус, и его поступки говорят о нем. Və xatırlayın, Lukanın müjdəsində ilk dəfə İsa Petrlə görüşəndə Petr dedi ki, məndən uzaqlaş Rəbb, mən günahlıyam. И вспомним, что также, когда, как написано в Луке, впервые Иисус повстречался с Петром, Петр также ему сказал, что «Отойди от меня, я грешный человек». İndi isə İsa ilə yenə də eşidəndə ki, İsa oradadır, artıq Petr İsa'ya tərəf qaçır. Теперь же, когда Петр услышал, что Иисус там, он бежит уже ко Христу. Tam fərqli. Совершенно Artıq İsa'ya другая. tərəf qaçır. Çünki niyə? Niyə Другой Petr sən поступок. qaçırsan ora? Почему, Петр, ты бежишь к нему? Çünki həyatın feilləri oradadır. Потому что глагол Çünki- жизни в нем. Çünki orada mən məhəbbət tapıram. Потому что там Çünki находится İsa Məsihdən mən любовь. təsəlli tapıram. Потому что во Христе я нахожу надежду. Hətta mən ondan 3 dəfə inkar eləsəm də o məni ittiham eləmir. И даже если я отвергну его 3 раза, он не покинет меня. O məni sevir. Он любит меня. Mən ona görə qaçıram. Именно поэтому я бегу к Nə нему. vaxtsa mən onu tanımırdım. Когда-то я его и не знал. Və mən özümü günahlı sayırdım və И mən считал себя deyirdim грешным. ki, yox, mən sənə yaxınlaşa bilmərəm. И говорил, Uzaqlaş что я не məndən. могу приблизиться к нему, отойди Amma bu от günlər mən меня. ona tərəf qaçıram. Но сегодня я бегу к нему. Okay. Və İsa onlara nə demişdi? Что сказал им İsa Иисус? Petrə demişdi ki, qorxmayın, mən sizi insan ovçuları eləyəcəm. Иисус сказал Петру, что я сделаю вас ловцами человеков, не бойтесь. Yeri gəlmişkən burada onlar demək 153 böyük balıq tutmuşdular. И вот здесь, вот в этом отрывке, они поймали 153 большие рыбы. Bu əgər orta balığı götürsək ki 2 kiloqramdır. И если считать, что примерно рыба 2 килограмма, в среднем 2 килограмма, Varsa biz deyək ki 300 kiloqramlıq bir şey tutmuşlar. они примерно поймали 300 килограммов. Və yazılır ki, torlar cırılmadılar. И написано, что их сети, они не порвались. Bilirsiniz, demək Yəhudi İbranilərdə demək hər rəqəm özü hərflərlə demək əlifba ilə bərabər işləyir, gedir. И если вы знаете, то у иудеев цифры, они как бы идут наравне с буквами. Yəni ki, Doğru. 22 hərf var, eyni hərflər də rəqəmlər üçün istifadə olunur. То есть есть 22 буквы, и те же буквы используются для цифр. Və 153 rəqəminin oxunması, hərf kimi oxunması, yəni söz kimi oxunması belə bir demək frazanı verir ki, Beni ha Elohim. И вот эта цифра 153 звучит Beni Бени ha Elohim. Хейлохим. Yəni ki, Allahın övladları. Иными словами, дети Господа. Başqa sözlə desək ki, İsa Məsih onları göndərmişdi ki, siz insan balıqçıları olacaqsınız. И иными словами, Иисус отправил их быть ловцами людей. İnsanları tutacaqsınız. Вы будете ловить Və Rəbb людей. sizə, Tanrı sizə o insanları verəcək ki, onlar o Tanrının övladlarıdır, onların adları həyat kitabında yazılıb. И Господь вам даст таких людей, которые являются детьми Господа. Их имена написаны в Allahın книге жизни. övladları. Дети Бога. 153 153 рыбы. 153 balıq. 153 рыбы. Okay? Və Rəbb bizə deyir ki, keçmişə qayıtma. И Господь говорит нам, не возвращайся в прошлое. Keçmiş vərdişlərinə, keçmiş əməllərinə, К прошлым keçmiş привычкам, həyatına. к прошлой жизни, к прошлым поступкам. Amma
Tanrının tapşırığına əməl et. но делай то, что заповедал Господь. Və Yəhya 21:9-da И в Иоанна 21:9 deyilir ki, demək, şagirdlər də balıqlar yığa-yığa toru gəlirlər quruya və onlar quruya çıxanda orada közərmiş ocaq, onun üzərində qoyulmuş balığı və yanında olan çörəyi gördülər. И после всего этого ученики собирают сети и тащат сеть рыбу с собой, и когда они выходят на землю, видят разложенный огонь и на нем лежащую рыбу и хлеб. Nə gözəl mənzərədə, Прекрасная картина. bütün gecəni çalışıblar, Они трудились всю heç nə ночь, tutmayıblar, ничего не помогли. məyusdular, Они опечалены, ittiham var orada özlərini они обвиняют себя və bütün bu olmuş hadisələrə görə, из-за всего, что произошло до этого. çünki hamısı qaçmışdı. Потому что все разбежались. Və budur, И вот, quruya gəlirlər, они выходят на onlar orada nə сушу. gözləyir? А что ждет их İsti там? ocaq, Горячий, artıq теплый огонь. hazırlanmış balıq. И уже подготовленная Çörək. рыба, хлеб. Bilirsiniz, belə bir şey var. Demək, İsa bu səhər yeməyini necə hazırladı? Belə bir deyim var da, deyək ki. Есть, как бы говорят, что вот как подготовил Иисус этот Necə завтрак. hazırladı yeməyi? Как он приготовил этот İsa завтрак? da səhər yeməyi olsun. Как бы Иисус сказал, вот, да будет завтрак, и вот он. Yemək hazır oldu. И завтрак готов. Düzdür? Tanrı kamildir. Господь Ve Он yarattıklar da совершенен, kamildir. и все, что Он создает, совершенно. Və Tanrı işığı yaradan nədir? Qoy işıq olsun. И когда Господь создавал свет, Он Işık сказал, oldu. что да будет свет, и свет появился. Ya? Və Tanrı necə hazırladı? Как Он приготовил это все? Və bu ən gözəl yeməkdir bəlkə də. И, возможно, это была Bu лучшая ən пища, kamil yeməkdir. совершенная пища. Heç bir Michelin ulduzlu restoranların yeməyi buna bərabər ola bilməzdi. И никакая еда из ресторанов Мишлен не могла бы сравниться с этой едой. Niyə? Почему? Çünki bu Tanrı tərəfindən yaradılmışdı. Потому что это было Tanrının создано yaratdığı Богом. hər şey dəqiq və kamildir. И все, что создает Господь, оно точное и Bugünkü совершенное. günə qədər alimlər çox şeyi hələ də araşdırırlar, hələ də tədqiqatlar gedir ki, Tanrının yaratdığı möcüzələri görsünlər. И до Başa сего düşsünlər. дня ученые изучают и пытаются понять все, что создал Господь. Ən gözəl balıq çörəyidir o. И это была самая лучшая рыба и хлеб. Və biz görürük ki, şagirdlər yeyirlər onu və heç başa düşürlər ki, bunu ancaq İsa Məsih hazırlaya bilərdi. Heç sual da vermirlər ki, sən İsasan? И они едят эту рыбу и хлеб и понимают, что такое мог приготовить только Иисус. Они даже не задаются вопросом, что ты Иисус. Və Rəbb şəxsidir. Господь, Он личный, qayğıkeşdir. Он Rəbb заботится, sizin qayğılarınızı bilir. Он знает ваши нужды. O sizə tərəf gəlir, o bizə tərəf gəlir. И Он идет к вам, идет Və o к istəyir нам. ki, biz ona həyatımıza etibar eləyək. И Он хочет, чтобы мы доверяли O свою жизнь istəmir ki, Ему. biz həyatımızda uğursuz olaq. Он не хочет, чтобы мы потерпели неудачи в своей жизни. Amma istəyir ki, biz qələbə qazanaq. Но Он хочет, чтобы мы побеждали. Və o şəxsən gəlir, görüşür. И Он приходит и встречается Və лично. o qayğıkeş Tanrıdır. Он заботливый Qayğıkeş atadır. Господь, заботливый Отец. Və o bizim üçün artıq hər şeyi hazırlayıb. И Он уже O подготовил все для artıq нас. sizin üçün hər şeyi hazırlayıb. Он уже подготовил все для вас. Yeganə şey ki lazımdır bizə Все, что нужно от нас. ki, biz ona tərəf gələk. Идти по направлению Biz к eşidək Нему. onun səsini Слышать Его голос. və atılaq suya, üzək ona tərəf. И прыгнуть в эту воду и плыть к Нему. Artıq keçmişdəki o Peter kimi olmayaq ki, uzaqlaş məndən Rəbb, mən günahlıyam. И не быть такими, как Петр в прошлом, который говорил, что «Уйди от меня, Господь, я грешен». Və İsa Məsih heç bizə xatırlatmır da bizim təqsirlərimizi, eşidirsiniz? И Христос даже O не bizim напоминает təqsir наши грехи нам. xatırlatmır da bizə heç. Он не напоминает наши Heç kəsin согрешения. başına da vurmur ki, sən beləsən. И Он не бьет в лицо Sən нам нашими etibarsızsan. ошибками. Он не говорит, что тебе нельзя верить. Amma o gəlir və yaxınlaşır və deyir ki, gəlin,
nəsə tutmusunuz, tutmamısınız, gəlin mən sizə yemək hazırlamışam. И он приближается, он говорит, что идите ко мне, поймали, не поймали, неважно, я приготовил для Mən вас sizə еду. xeyir dualar Я hazırlamışam. приготовил для вас благословение. Gəlin götürün bunu. Придите и получите. Açıqdır bu. Это Hər kəs открыто üçündür. для каждого. Hər kəs ki o gəmidə var, o gəlib götürə bilər. Каждый в этой лодке может прийти и получить. Hər kəs. Каждый. Heç kəsə məhdudiyyət yoxdur. Rəbb Нет verir və bol ограничений. verir. Господь дает и дает обильно. Amin. Аминь. Rəbb sən minnətdarıq sənə. Господь Иисус, мы благодарны Тебе. Minnətdarıq ki, sən verən, sən xeyir duaları paylayan tanırsan. Благодарны, что Ты Господь, который dает и который раздает благословение. Minnətdarıq ki, sən bizim təqsirlərimizi bizim üzümüzə vurmursan. Благодарны, что Ты не обвиняешь нас нашими Amma bizi согрешениями, sevməkdə davam edirsən. но продолжаешь любить нас. Minnətdarıq ki, sən bizə xeyir dualar verməyə hazırsan. Благодарны, что Ты готов давать нам благословение. Minnətdarıq ki, sən bizi çağırırsan öz yanına. Благодарны, что Ты призываешь нас к себе. Ki, bizə lazımdır itaət etmək, А нам нужно послушаться, itaətsiz olmamaq, быть послушными, itaətli olmaq, bəli. İtaətli olmaq быть послушными. və səndən xeyir duanı almaq. И получать благословение Keçmişə от Тебя. baxmamaq. Не Rəbb смотреть на öyrət bizə прошлое. keçmişimizə baxmayaq. Господь, научи нас не смотреть на наше Öz прошлое, günahımıza baxmayaq, не смотреть на təqsirimizə наш грех, baxmayaq, нашу вину, uğursuzluğumuza на baxmayaq. наши неудачи, Amma sənə tərəf qaçaq, Rəbb. но bежать к Тебе, Bizə Господь. o ayaqları ver ki, bizə o ürəyi ver ki, sənə tərəf qaçaq Дай нам эти ноги и сердце, чтобы мы могли бежать к Тебе və sənin huzurundan ləzzət alaq. и наслаждаться Твоим присутствием. Minnətdarıq sənə. Благодарны Тебе. Sən uca müqəddəs adında dua edirik sənə. Молимся именем Твоим святым и превознесенным. Amin. Аминь. Hələ, gəlin yerlərimizdən qalxaq. Отлично, давайте встанем с наших мест Şükür Rəbbə, gəlin onu oxuyaq. и споем. Rəbb mənim çobanımdır, heç nədən qorxmaram. Yaşıl çəmənliklərdə qoruyur otarır. Rəbb mənim çobanımdır, heç nədən qorxmaram. Yaşıl çəmənliklərdə qoruyur otarır. Məni sakit sulara aparır, qəlbimi təzələyir. Ədalət yolunda Rəbbim yönəldir məni. Məni sakit sulara aparır, qəlbimi təzələyir. Ədalət yolunda Rəbbim yönəldir məni. Rəbb mənim çobanımdır, heç nədən qorxmaram. Yaşıl çəmənliklərdə qoruyur otarır. Rəbb mənim çobanımdır, heç nədən qorxmaram. Yaşıl çəmənliklərdə qoruyur otarır. Şərdən qorxmayacağam, çünki sən mənimləsən. Rəbbin dərgahında mən əbədi qalacağam. Şərdən qorxmayacağam, çünki sən mənimləsən. Rəbbin dərgahında mən əbədi qalacağam. Rəbb mənim çobanımdır, heç nədən qorxmaram. Yaşıl çəmənliklərdə qoruyur otarır. Rəbb mənim çobanımdır, heç nədən qorxmaram. Yaşıl çəmənliklərdə qoruyur otarır. Yaşıl çəmənliklərdə qoruyur otarır. Şükür Rəbbə.
Çox sağ olun ki, buradasınız. Спасибо, что вы здесь. Bugün sizinlə eşitdik. Birinci Rəşad müəllim paylaşarkən ki, bizim Rəbbimiz bir ana kimidir, ürəyi qoruyur. Вначале мы услышали от Рашада Малима, что наш Господь, Он как мать. Eləcə də pastor üçün bölüşdü ki, Rəbb şəxsən bizi ilə maraqlanır А дальше пастор Ильчин поделился о том, что Господь интересуется нами лично. və çarmıqda baş verən ölmək və İsa Məsihin dirilməsi Pasxa bu idi. И смерть Иисуса Христа и воскрешение Его, вот что такое Hər Пасха. birimizə görə o şəxsən gəldi, qurban oldu. И Он пришел ради каждого из нас лично и стал жертвой. Bu o deməkdir ki, bir sevən Rəbb kimi, ata kimi, ana kimi belə də deyə bilərik ki, qayğımıza qalan kəs idi. И Он был любящим отцом, матерью, Господом, тем, кто заботится о нас. Ona görə biz minnətdarıq Rəbbə. Поэтому мы благодарны Господу. Bitiririk toplantımızı. Мы уже завершаем наше собрание. Cədvəlimiz qaydasında davam eləyir, bilirsiniz siz. Наше расписание продолжается, как было. Birinci, 5-ci günlər dərslərimiz. По понедельникам и пятницам уроки. İkinci gün kişilər rəhbərlik, ümumiyyətlə bütün kişilərin görüşüdür. И по вторникам у нас встреча мужчин. Üçüncü günlər axşam saat 7-də buradayıq. В среду вечером в 7 мы здесь. Altıncı günlər, bəzən 5-ci günlər gənclər toplantımızdır. В субботу, а иногда в пятницу у нас собрание молодежи. Və bazar günü toplantımız burada. И по 6-da. воскресеньям наше собрание здесь в 6. Yaxşı, gəlin dua edək bitirək. Давайте помолимся и завершим. Rəbbimiz Allahımız minnətdarıq sənə bugün. Господь Бог, мы благодарны Тебе этим вечером. Xeyir dua ver Rəbb kilsəyə. Благослови церковь. Eşitdiyimiz sözlər qoyub bu barədə düşünək. Все, что мы услышали, эти слова, помоги нам думать о них. Biz sənin üçün nə qədər əzizik bu barədə düşünək. Думать о том, насколько мы драгоценны для Тебя. Sən necə diqqətli, şəxsi Rəbsən, bu haqda düşünək. Думать о том, насколько Ты внимательный и личный Господь. Və bunu öyrənək bir-birimizə olan münasibətimizdə də. И чтобы мы научились относиться так же друг к другу. İnsanlara qarşı diqqətli olaq. Чтобы мы были внимательны к людям. İtmiş olan kəsləri axtaraq, tapaq sənə gətirə bilək. Чтобы мы могли искать и приводить потерянных людей к Тебе. Məsihin bədəndə olan imanlı bacı qardaşlarımıza həmin o qayğını göstərə bilək. Чтобы мы показывали эту заботу нашим братьям и сестрам во Христе. Minnətdarıq ki, bütün bu baş verənlər bizim üçün nümunə idi. Мы благодарны, что все, что произошло, стало примером для Hətta нас. biz bu sözə qulaq asarkən kilsə toplantıları vaxtı özümüzə bu sualı veririk ki, mən buradan nə öyrənə bilərəm? Mənim üçün bu nə deməkdir? И слушая эти слова на церковном собрании, мы задаемся вопросом, что я могу извлечь из этого, чему я могу научиться. Minnətdarıq ki, sənin ruhun danışır və öyrədir. Мы благодарны, что Твой Дух говорит и учит. Bizi öz sülhünlə azad et, Rəbb. Отпусти нас со своим миром, Господь. Üzümüzə gələn həftəni, Rəbb, xeyir dualı et. Также и благослови грядущую неделю, Təqdis et. Господь. Освети ее. Rəbb, indi toplantıdan sonra olan ünsiyyətimizə də xeyir dua ver. Также и благослови наше общение после собрания. Uca isminlə dua edirik. Именем Твоим превознесенным мы молимся. Amin. Аминь. Əgər tələsmirsinizsə, toplantıdan sonra fayədə orada çay olacaq və birlikdə bugün eşitdiyimiz söz barədə qısaca olaraq görüşə bilərik, danışa bilərik. Bəlkə sizin də nəsə fikirləriniz var. Biraz ünsiyyət vaxtında ola bilərik. Если вы не торопитесь, то в фойе будет чай и что-то поесть. Мы можем посидеть, пообщаться о слове, которое сегодня услышали. Amin.